Əgər işıq sürəti ilə getməyi bacaran kosmik gəmilər düzəldə bilsəydik, yəni saniyədə 299 milyon 792 min 458 metr və ya yuvarlaq desək 300 min kilometr sürətə çıxa bilən gəmilərlə səyahət edə bilsəydik, ətrafımızda və bədənimizdə nələrin baş verəcəyini, hansı dəyişikliklərin olacağını bilmək istəyərdinizmi? Bu sürətə çatmağı bacarsaq və cəmi 2 dəqiqə ərzində yerdən kosmosa doğru gedə bilsək, dünyada 6 gün keçmiş olardı. Yəni işıq sürəti ilə keçən 2 dəqiqə normal yaşayışımızın 6 gününə bərabərdir. Bəli, işıq sürəti bu qədər əlçatmaz və ağla sığmaz bir fiziki hadisədir. İndi isə gəlin mövzumuzu daha dərindən anlamağa çalışaq. İşıq sürətində və ya ondan daha yüksək sürətlə səyahət edən kosmik gəmilər icad olunsaydı, kainatın kəşfi də daha asan olardı. Lakin günümüzdə istifadə olunan ən müasir raketlərin belə bu sürətə çatması hələ ki mümkün deyil. Michigan Dövlət Universitetində çalışan fizika üzrə dosent Gert Kortmayerin sözlərinə görə, işıq sürətində yalnız kütləsiz obyektlər hərəkət edə bilər. Yəni kütləsi olan heç bir şey həmin sürətə çata bilməz. Əgər aranızda işıq sürəti ilə uzaq galaktikaları ziyarət etmək istəyənlər varsa, təəssüf ki bu mümkün olmayacaq. Çünki bugünün texnologiyası ilə nəinki işıq sürətinə, heç onun 1%-nə belə yaxınlaşa bilmərik. Bu qədər böyük sürətə nə bədənimizin fiziki quruluşu uyğun deyil, nə də ki texnologiyamız yetərli deyil. Həmçinin insan daşıyan hər hansısa bir kosmik gəminin həmin sürətə çatması üçün çox böyük enerji lazımdır. Kortmayerin hesablamalarına görə 10 ton ağırlığında bir kosmik gəminin işıq sürətinin 99%-nə çatmasını istəyiriksə, yer kürəsində bir ildə istifadə etdiyimiz enerjinin 200 qatı lazım olardı ki, bu da hal-hazırda mümkün deyil. İşıq sürətinin qəribə tərəflərindən biri də bu sürətin təbiətin əsas sabitlərindən biri olmasıdır. 1600-cü illərdən bəri planetlərin hərəkətləri ilə bağlı aparılan müşahidələr işığın sürətinə əsaslanmışdır. 1865-ci ildə James Clerk Maxwell işığın elektromaqnit dalğası olduğunu müəyyən etmiş və məşhur elektromaqnit sahəsinin dinamikası nəzəriyyəsi adlı məqaləsində bugünkü məlum dəyərlərə yaxın sürətini hesablamışdı. Daha sonra Einstein 1905-ci ildə irəli sürdüyü xüsusi nisbilik nəzəriyyəsində kainatdakı işıq sürətini C sabiti ilə dəyərləndirdi və beləcə məşhur Y bərabərdir mc kvadratı tənliyi ortaya çıxdı. Ən sadə formada desək, xüsusi nisbilik nəzəriyyəsi deyir ki, işıq sürəti dəyişmir, amma zaman obyektlərin hərəkətinə görə əyilir və ya bükülür. Bu səbəblə də hərəkət edən cismin zamanı sabit cisimlərdən fərqli axır. Aşağı sürətlərdə bu hiss olunmasa da, işıq sürətinə yaxınlaşdıqca aradakı fərq bariz şəkildə ortaya çıxmağa başlayır. Bu prosesə zamanın genişlənməsi deyilir. Əgər işıq sürətinə yaxınlaşa bilsəydik, hər şey olduqca fərqli görünərdi. Parlaqlıq və rənglər Doppler effektinə uyğun pozulmağa başlayardı. Bütün bu saydıqlarım kifayət qədər qəribə görünmədisə, bir də işıq sürəti ilə getdikdə zamana nə olacağına baxaq. İşıq sürətinə yaxın bir sürətlə kosmosda hərəkət edən biri yer üzərində gözləyən digər insanlardan daha yavaş yaşlanır. Yəni sürət artdıqca zaman yavaşlayır. Hətta bir nöqtədə donma həddinə belə yaxınlaşır. Ancaq tam dayanmır. Çünki kütləsi olan heç nə işıq sürətinə çata bilməz. Əgər işıq sürətinə çatsaydıq və ya keçsəydik, bu halda zaman durardı. Hətta geridə belə qalardı. Videonun əvvəlində də dediyim kimi, saniyədə 300 min kilometr ilə gedə bilsəniz, kosmosda 2 dəqiqəlik səyahətiniz planetimizdə təxminən 6 günə bərabər olardı. İşığın sürəti ilə bağlı o qədər danışmaq istədiyim və ya sizlərə çatdırmaq istədiyim mövzular var ki, bütün bunlardan danışsam, video gərək saatlarla uzansın. Ancaq çox vaxtınızı da almaq istəmirəm. Bu videoda işıq sürəti haqqında qısa və hər kəsin anlayacağı tərzdə məlumatlar verməyə çalışdım. Daha dərin mövzuları əgər videoya maraq olarsa, sonraki günlərdə də işləyə bilərik. Hər birinizə dəyərli, mənalı və bir o qədər də maraqlı zaman arzu edirəm. Əgər videomu bəyənsəniz, kanalıma abunə olaraq dəstək olmağı da yaddan çıxarmayın. Bugünlük bu qədər, hələlik.